Salam əziz izləyicilər. Bugün sizinlə qarpız mürəbbəsi bişirəcəyik. Mürəbbəni bişirmək üçün qabığı qalın olan qarpızı seçmək lazımdır. Videoda da gördüyünüz kimi qarpızların qabığı qalındır. Əvvəlcə qarpızın içinin qırmızısını və qabığını soyuruq. Daha sonra isə qarpızları videoda da gördüyünüz kimi hissələrə ayırırıq. Çox da kiçik hissələrə ayırmaq olmaz, çünki bişdikcə daha da kiçilir. Və beləcə qarpızların hər birini gördüyünüz kimi doğradım. Daha sonra isə ölçmək üçün salafana yığdım. Qarpızın çəkisi 1 kilo 200 qram oldu. Mən isə buna 1 kilo pesok tökdüm. Hər ikisini bir qazana boşaldıb, qazanı yaxşıca sirkələyirik ki, pesok hər yanına yayılsın. Mən bunu gecədən səhərə qədər gözlətdim və heç bir su da əlavə etmədim. Çünki qarpızın öz suyu yetəri qədər çıxır. Və videoda gördüyünüz kimi qarpızın suyu çıxıb, qoyuram qazın üstünə vamxodda bişməyə. Üstünə çay qaşığında gördüyünüz qədər limon duzu atdım. Mürəbbəmiz artıq qaynağa düşüb. Burada isə mürəbbənin içinə təxminən 20 ədəd mixək atıram. Və beləcə mürəbbəmiz bişdi. Bişməyini bilmək üçün isə mürəbbənin dənəsinə baxırıq, əgər yumşalıbsa tam bişib. Rəngi isə belə rəngdə olur. Mürəbbənin köpüyünü də salfetka ilə təmizlədim və mürəbbəmiz tam hazırdır. Mən qarpız mürəbbəsini bu qayda ilə etdim. Hazırlayan hər kəsə nuş olsun. Bu kimi videolar üçün kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın.